Bu not əvvəlkilərdən fərqlənməsə də, Qızıl Ordunun irəliləməsi şəraitində Azərbaycan hökuməti daxilində təşvişi artırır. Daxili İşlər Naziri Məmməd Həsən Hacınski başda olmaqla bir qrup hesab edir ki, Sovet Rusiyasına geniş güzəştlər verməklə Azərbaycanın istiqlaliyyətini tanıtdırmaq mümkündür. Lakin Fətəli xan Xoyski və tərəfdarları çıxış yolunu ölkədə güclü rejim yaratmaq və təcavüzə qarşı silahlı müqavimətdə görür. Onların fəaliyyəti nəticəsində Hacınski öz vəzifəsindən çıxarılır. Hacınski tərəfdarları bu uğursuzluğa baxmayaraq öz fikirlərini təbliğ edib geniş fəaliyyət göstərirlər. Bunun nəticəsində mart ayında bir sıra partiyaların nümayəndələrindən ibarət konferansda Hacınskinin platforması qəbul edilir. 1920-ci ilin fevral ayının 11-12-sində Rusiya Komünist Bolşeviklər Partiyası, Bakı Komitəsi, Hümmət və İranlı fəhlələrdən ibarət Ədalət Partiyasının birləşməsi ilə Azərbaycan Komünist Partiyası yaranır. Onlar müstəqil Azərbaycan şüarına qarşı Sovet Azərbaycanı şüarını irəli sürürlər və ölkədə dövlət çevrilişi üçün münasib şərait yaratmağa başlayırlar. Mən o hadisələrlə əlaqədar siyasət idi. Belə bir şəraitdə Bakıda hökumət böhranı baş verir. Kommunistlərə sərt münasibəti ilə seçilən Nəsib bəy Yusifbəyli istifaya gedir. Yeni hökumətin təşkili Məmməd Həsən Hacınskiyə tapşırılır. Lakin o aprel ayının əvvəlində bu prosesi ləngidir. Bolşeviklərlə danışığa girib, onları hökumətin təşkilinə dəvət edir. 1920-ci ilin martında Novruz bayramından sonra vəziyyət gərginləşir. Bolşevik təhlükəsi getdikcə artır. Sovet Rusiyasının məqsədlərini təmin edən əsas amil Ermənistanın Azərbaycana qarşı düşmənçiliyindən istifadə olur. Novruz bayramı günlərində Qarabağda qırğın başlayır. Azərbaycan ordusu demək olar ki, tamamilə ölkənin qərbinə yeridilir. Bir ay davam edən mübarizədən sonra erməni üsyançıları təslim olur. Bu aprelin 26-sında Daşnak hökuməti barışıq imzalamağı xahiş edir. Elə həmin vaxtda aprelin 26-sı gecə 11-ci ordu Yalımaq-Xaçmaz istiqamətindən artıq Azərbaycan hüdudlarını keçmişdi. Aprelin 27-si partiya liderləri Nəsib bəy Yusifbəylinin evinə toplaşırlar. Müxtəlif fikirlər irəli sürülür. Şəfi bəy Rüstəmbəylinin hökuməti Gəncəyə köçürməyi və orada bolşeviklərə qarşı mübarizə aparmaq təklifi qəbul olunmur. Aprelin 27-sində saat 12-də parlamentin son iclası olur. Hərbi nazir Mehmandarov deyir ki, onun ordusu müqavimət göstərmək imkanına malik deyil. Parlamentdə olan Sosialist, İttihat və Əhrar partiyaları hökumətin bolşeviklərə təhvil verilməsi ilə razılaşırlar. Əleyhinə yalnız Məmməd Əmin Rəsulzadə olur. Parlamentdə yaradılan komissiya hakim